deyirlər o səhabələrdən biri var idi, mühacir. Mühacir bilirsən nədir? Hicrət edənlərdən idi. Çünki Məkkədən Mədinəyə hicrət ediblər də. Məkkədən Mədinəyə hicrət edənlərin adı mühacirdir. Mədinədə onlara ağuş açanların adı isə ənsardır, kömək eləyənlər. Quranda bir ayə var, Tövbə 100-də. O səhabə biraz mühacir olduğuna görə ayəni sizə də öz tərəfinə yozsun. Ayə belədir: və sabiqunəl əvvəlun minəl mühacirinə vəl ənsar. Deyir ki, mühacirlərdən və ənsarlardan bir qismi, o kəslər ki, sibqət elədilər, önə çıxdılar, qabağa keçdilər canları ilə. Və bir davamında vurur: və təbəuhum bi ihsanin. İttəbəuhum bi ihsanin. Və bir də o kəslər ki, bunların yolunu tutdu. Deməli, mühacirlər 1, hicrət edənlər 2, ənsarlar 3-cü də nədir? O kəslər ki, və ittəbəuhum, onların arxası ilə getdi, davamı ilə getdi. Allah onlardan razıdır və onlar Allahdan razıdır. Burada və kəlməsini götürmək istədi o səhabə. Və kəlməsini götürsəydi, mənası bu olurdu ki, deməli, mühacirlər və ənsarlar, o ənsarlar ki, onlar tabi oldular, özlərinə böyük seçdilər mühacirləri. O vəni götürsün, bir dənə məna dəyişilir. Üçlük olur, ikiliyə çevrilir. Deməli, mühacirlər, ənsarlar və bir də onlara tabi olanlar, olan yolunca gedənlər. O 2 ilə 3-ün arasında olan v-nı götürəndən sonra elə bir mənası bu oldu. O ənsarlar ki, mühacirlərə tabi oldular, onları böyük seçdilər. Bu özünü istədi ki, biz yəni sizin böyüyünüzük. Quran da bizə deyir ki, siz bizə tabi olmalısınız. Bunu ispat eləmək üçün bir dənə oradan v hərfini götürmək istəyəndə, orada sahabələrdən biri Zeyd ibn Sabit verdi özünü qabağa. Dedi, elə deyir ayə. Dedi, necədir ki ayə? Dedi, mən eşitmişəm Peyğəmbərdən belə deyil. İstəyirsən əl-ələ salama deyim, gəlsin, desin sənə elə deyir. Dedi, Əli gəlməsin. Dedi, istəyirsən onda sənə Ubey ibn Kəbi. Dedi, Ubey ibn Kəbi gəlsin. Ubey ibn Kəb gəldi. Dedi ki, bəli, ayə orada v hərfi var. Dedi, yaxşı. Hətta yazırlar ki, narahat oldu həmən sahabə. Qayıtdı, 3 dəfə soruşdu, dəqiq deyirsən var. Adam bir şey istəməyəndə 100 dəfə adama deyir, dəqiq deyirsən, dəqiq deyirsən. Dəqiq deyirəm də, dəqiq niyə deyirsən? Həm də budur. Özü də salmışa çətin, niyə mənə də salmışa çətin. 5-10 dəfə yığır adama ki, dəqiq də, həm də Allah sənə kömək olsun, dəqiq, 100% budur. Deyir ki, qayıtdı ki, nə?